Bismillah. Boğa burcunun 24-30 avqust həftəsinə olan ən doğru proqnozu. Boğa 24-30 avqust. Pul həftənin ikinci yarısında maliyyə baxımından hərəkətlilik artır. Gözlənilməyən pul, əlavə qazanc və ya borcun geri qayıtması ehtimalı var. 27-29 avqust daha əlverişli görünür. Sevgi münasibətlərdə əvvəlki soyuluq varsa yumşalma baş verə bilər. Subay boğalar üçün gözlənilməz tanışlıq mümkündür. İş 25-27 avqust arası mühüm qərar vermək və yeni iş imkanını nəzərdən keçirmək üçün yaxşı zamandır. Tələsik razılıq verməyin. Diqqət! Həftənin əvvəlində əsəbilik və xırda mübahisələrdən uzaq durun. Xüsusilə pul məsələsində emosional qərar verməyin. Həftənin ən şanslı günləri 27, 28, 29 avqust. Pul üçün ən güclü gün 28 avqust. Ən gərgin gün 25 avqust. Həftənin mesajı: səbir etdiyiniz bir məsələ bu həftə nəhayət hərəkətə keçə bilər.